Oğlaq bürcü 28 sentyabr 2025 Oğlaq bürcünün proqnozu. Bugün oğlaqlar üçün düşünərək və ölçülü davranmaq vacib olacaq. Səhər saatlarında qarşına çıxan yeni bir məsələ səni təəccübləndirə bilər. Hər şey ilk baxışdan aydın görünməsə də soyuqqanlı yanaşsan doğru qərarı vermək çətin olmayacaq. Günün ortalarında müəyyən məsələlərə yenidən qayıtmaq və nizam yaratmaq üçün yaxşı fürsət yaranacaq. Uzun zamandır fikrində olan bir işi bugün həll etmək mümkündür. Kiçik addımlarla irəliləmək səni arzuladığın nəticəyə yaxınlaşdıracaq. Ətrafındakı insanlarla ünsiyyətdə səbirli olmaq vacibdir. Bəziləri sənə danışmaq və fikir almaq üçün yaxınlaşa bilər. Sözlərinin qarşı tərəfə necə təsir etdiyini unutma, diqqətli olsan münasibətləri daha da gücləndirə bilərsən. Axşam saatlarında sakit bir mühitdə olmaq, özünlə baş-başa qalmaq istəyə bilərsən. Bu gün ərzində topladığın fikirləri sıraya qoymaq və rahatlaşmaq üçün yaxşı zaman olacaq. Bugünün mesajı, hər şeyin bir zamanı var, hadisələrə sakit yanaş və hər addımı düşünərək at. Dolça bürcü 28 sentyabr 2025 Dolça bürcünün proqnozu. Bugün dolçalar üçün hər şey planlaşdırıldığı kimi getməyə bilər, amma bu səni narahat etməsin. Günün əvvəlində qarşına çıxan bir dəyişiklik, yeni bir fikrə və ya yol ayrımına səbəb ola bilər. Tələsmədən qərar versən, vəziyyəti öz xeyrinə çevirə bilərsən. Günün ortalarında çevrəndəki insanlarla daha çox ünsiyyətdə olacaqsan. Bəzi danışıqlar və görüşlər vacib mövzuların aydınlaşmasına səbəb olacaq. Açıq və anlayışlı davransan, qarşılıqlı anlaşma daha asan yaranacaq. Əvvəllər başladığın, amma davam etdirmədiyin bir məsələ yenidən gündəmə gələ bilər. Bu dəfə onu tamamlayacaq güc və istək səndə olacaq. Kiçik irəliləyişlər belə bugün sənə motivasiya verəcək. Axşama doğru bir qədər dincəlmək və sakitlik axtarmaq ehtiyacı hiss edə bilərsən. Özünə vaxt ayırmaq və günün gedişatını düşünmək sənə müsbət təsir edəcək. Bugünün mesajı, dəyişikliklərdən çəkinmə. Əsas olan, vəziyyətə uyğunlaşa bilmək və öz yolunu sakitliklə seçməkdir. Balıq bürcü 28 sentyabr 2025 Balıq bürcünün proqnozu. Bugün balıqlar üçün hisslər ön planda olacaq. Səhər saatlarında baş verən kiçik bir hadisə səni düşündürə və əhvalını dəyişdirə bilər. Ancaq unutma ki, hər şey göründüyü qədər mürəkkəb deyil. Sakit qalmaq və hadisələrə məsafədən baxmaq daha doğru olar. Günün ortalarında yaxın ətrafınla olan münasibətlər diqqət mərkəzində olacaq. Biri səndən məsləhət və ya dəstək istəyə bilər. Səmimi yanaşsan, bu əlaqələr daha da güclənə bilər. Bəzən sadəcə dinləmək kifayət edir. Bugün uzun zamandır təxirə saldığın bir işi yoluna qoymaq üçün yaxşı imkan yaranacaq. Əgər özünü məcbur etmədən, addım-addım hərəkət etsən, istədiyinə nail ola bilərsən. Axşam saatlarında daha sakit və rahat bir ortam axtaracaqsan. Sənə yaxşı təsir edən bir fəaliyyətlə məşğul olmaq, məsələn, sevdiyin bir musiqini dinləmək və ya təbiətdə gəzmək, bütün günü tarazlamağa kömək edəcək. Bugünün mesajı, hisslərini inkar etmən, amma onları idarə etməyi də unutma. Səbirli ol və hər şeyin öz yoluna düşəcəyinə inan. Qoç bürcü 28 sentyabr 2025 Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün enerjili və hərəkətli keçə bilər. Səhər saatlarından etibarən bir neçə işi eyni anda görmək istəyəcəksən, amma diqqətli ol, tələskənlik bəzi detalları gözdən qaçırmağına səbəb ola bilər. Əgər işlərinə ardıcıllıqla yanaşsan, hər şey daha asan olacaq. Günün ortalarında bir mövzu ilə bağlı qərar verməli ola bilərsən. Bu qərar yaxın günlərdə sənin üçün önəmli olacaq, ona görə də ani hisslərə qapılmadan düşünmək faydalıdır. Ətrafındakı bir insanın fikri sənə istiqamət verə bilər. Sosial mühitdə aktivlik arta bilər. Dostlarla görüşmək, yeni biri ilə tanış olmaq və ya sadəcə maraqlı bir söhbət əhvalını qaldıra bilər. Ünsiyyət və paylaşmaq bugün sənə yaxşı gələcək. Axşam saatlarına yaxın enerjin bir qədər azala bilər.
Özünü çox yormamağa çalış və ehtiyac varsa, biraz geri çəkilib dincəl. Bu, sabaha daha güclü başlamağına kömək edəcək. Bugünün mesajı, hər şeyə birdən çatmağa çalışma. Addımlarını düzgün seç və enerjini boş yerə sərf etmə. Nəzarət sənin əlindədir. Boğa bürcü 28 sentyabr 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sabitlik və rahatlıq önəmli olacaq. Səhər saatlarında qarşına çıxan bir xəbər və ya gözlənilməz dəyişiklik planlarında kiçik dəyişikliklərə səbəb ola bilər. Hər şeyin dərhal həll olunmasını gözləmə, zamanla hər şey yerinə oturacaq. Günün ortalarında şəxsi həyatla bağlı bəzi məsələlər diqqətini çəkə bilər. Ailədə və ya yaxın çevrədə baş verən bir hadisə fikirlərini dəyişdirə bilər. Sakit davranışın və anlayışlı olmağın münasibətləri daha sağlam saxlayacaq. Bugün yarımçıq qalmış bir işi başa çatdırmaq üçün uyğun zamandır. Səbirli və diqqətli olsan, gözləntilərini qarşılamaq mümkündür. Ən önəmlisi, işə necə başladığın deyil, onu necə tamamladığındır. Axşam saatlarında isə özünə vaxt ayırmaq və sevdiyin bir işlə məşğul olmaq istəyə bilərsən. Səni rahatladan bir məşğuliyyət günün yorğunluğunu unutturacaq. Bugünün mesajı, dəyişikliklərə müqavimət göstərmək əvəzinə axarla getməyə çalış. Sakitlik və diqqət bugün sənin ən böyük üstünlüklərindir. Əkizlər bürcü 28 sentyabr 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün yeniliklərə açıq olmaq önəmlidir. Səhər saatlarından etibarən diqqətini çəkəcək maraqlı bir məlumat və ya söhbət gündəmini dəyişə bilər. Sürətli düşünmə qabiliyyətin bugün sənə çox kömək edəcək, amma qərar verərkən hər tərəfli düşünməyə çalış. Günün ortalarında fikir ayrılığı yaşana bilər, xüsusilə yaxın çevrədə. Amma söhbətə açıq yanaşsan və qarşı tərəfi dinləməyi bacarsan, vəziyyəti gərginləşdirmədən həll edə bilərsən. Yumşaq və zarafatçıl tonun işə yarayacaq. Əvvəllər maraqlandığın bir mövzu bugün yenidən gündəmə gələ bilər. Bəlkə də yarımçıq qoyduğun bir işin davamını gətirmək üçün özünü hazır hiss edəcəksən. Bugün atılan kiçik bir addım yaxın gələcəkdə müsbət nəticə verə bilər. Axşam saatlarında isə səni sevindirəcək bir söhbət və ya gözlənilməz bir mesaj alma ehtimalı var. Hər nə baş verirsə versin, günün sonunda özünü daha yüngül və rahat hiss edəcəksən. Bugünün mesajı, dəyişən fikirlərə və hadisələrə açıq ol. Sənə uyğun olan yolu seçmək üçün özünü yaxşı dinlə və başqalarını da anlamağa çalış. Xərçəng bürcü 28 sentyabr 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün emosiyalar bir qədər güclü ola bilər. Səhər saatlarında keçmişlə bağlı bir xatirə və ya gözlənilməz bir xəbər səni düşüncəyə sala bilər. Hadisələrə duyğusal yanaşsan da, real vəziyyəti düzgün qiymətləndirmək üçün biraz məsafə saxlamağa çalış. Günün ortalarında yaxın insanlarla ünsiyyət ön plana çıxacaq. Ailə və ya dostlarla olan söhbətlər sənin üçün həm rahatladıcı, həm də istiqamət verici ola bilər. Kiminsə sənə ehtiyacı ola bilər, sadəcə dinləmək və yanında olmaq bəs edəcək. Bugün uzun zamandır düşündüyün, amma başlamağa tərəddüd etdiyin bir məsələ ilə bağlı addım atmaq üçün münasib zamandır. Özünə güvən və kiçik də olsa bir başlanğıc et. Nəticə düşündüyündən daha müsbət ola bilər. Axşam saatlarında isə sakit və rahat bir mühitə ehtiyac hiss edəcəksən. Özünə qayğı göstərmək, sevdiyin bir film izləmək və ya sadəcə dincəlmək sənə yaxşı təsir edəcək. Bugünün mesajı, hisslərini inkar etmən, amma onlara qapılıb qalmamaq da vacibdir. Səssiz qalmaq bəzən ən güclü cavabdır. Şir bürcü 28 sentyabr 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün özünü ifadə etmək və diqqət çəkmək arzusu artacaq. Səhər saatlarında planladığın bir işi həyata keçirmək üçün əlverişli imkanlar yaranacaq. Əgər inamlı və ardıcıl davransan, ətrafdakılar da səni dəstəkləyəcək. Günün ortalarında gözlənilməz bir görüş və ya telefon zəngi gündəmini dəyişə bilər.
İlk anda qərarsızlıq hiss etsən də hissəsinə güvənməkdə fayda var. Bu, yeni bir başlanğıcın işarəsi ola bilər. Ətrafındakı insanlar sənin fikrinə və enerjinə ehtiyac duyacaqlar. İstər ailən, istər dost çevrəsində sən bugün daha çox dinlənilən tərəf olacaqsan. Sözlərinin gücü böyükdür, buna görə danışarkən diqqətli olmaq yaxşı olar. Axşam saatlarında özünü bir qədər yorğun hiss edə bilərsən. Gün ərzində baş verənləri düşünmək və sakit bir atmosferdə olmaq sənə yaxşı gələcək. Həddindən artıq yüklənməməyə çalış. Bugünün mesajı: özünə güvən, amma hər şeyin axarına müdaxilə etməyə çalışma. Bəzən sakit qalmaq da liderlik əlamətidir. Qız bürcü 28 sentyabr 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət və dəqiqlik ön planda olacaq. Səhər saatlarında qarşına çıxan bir məsələ sənə tanış görünsə də, bu dəfə fərqli yanaşmaq lazım gələcək. Ətrafda baş verənləri diqqətlə izləsən, nə etməli olduğunu daha tez anlaya bilərsən. Günün ortalarında yaxın biri səndən kömək və ya fikir istəyə bilər. Hər şeyi detallı şəkildə izah etmək istəsən də, sadə və anlayışlı olmaq münasibətlərə daha çox fayda verəcək. Bəzən az danışmaq çox şey demək deməkdir. Bugün həmçinin əvvəl təxirə salınmış bir işi başa çatdırmaq üçün yaxşı fürsət yarana bilər. Hər şeyi yerli yerində görmək istəyi sənə üstünlük qazandıracaq, amma özünü çox yormağa da ehtiyac yoxdur. Axşam saatlarında isə bir qədər sakitlik və rahatlıq axtaracaqsan. Kiçik bir gəzinti, sevdiyin musiqi və ya sadə bir məşğuliyyət günün gərginliyini azaltmaq üçün kifayət edəcək. Bugünün mesajı: hər şeyin incəliklərini düşünmək gözəldir, amma bəzən axına buraxmaq da faydalıdır. Özünü yormadan irəlilə və nəticələrini səbirli şəkildə gözlə. Tərəzi bürcü 28 sentyabr 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün balansı qorumaq əsasdır. Səhər saatlarında qarşına çıxan vəziyyət səni biraz saçdıra bilər, amma soyuqqanlı yanaşsan, hər şeyi öz yerinə oturtmaq mümkün olacaq. Daxilindəki səsə qulaq as və addımlarını ona görə at. Günün ortalarında münasibətlər ön plana çıxacaq. Yaxınlarınla və ya iş yoldaşlarınla aranda kiçik fikir ayrılıqları yarana bilər. Amma səmimi və açıq danışmaqla anlaşılmazlıqları aradan qaldırmaq mümkündür. Qarşı tərəfi dinləmək bugün sənə çox kömək edəcək. Uzun zamandır gündəmdə olan bir məsələni bugün yoluna qoymaq üçün əlverişli zaman olacaq. Addım-addım hərəkət etsən, gözlədiyin nəticəyə çata bilərsən. Axşam saatlarında isə özünə vaxt ayırmaq və sakit bir mühitdə olmaq sənə yaxşı təsir edəcək. Günün gərginliyini arxada qoymaq üçün rahatlamağa çalış. Bugünün mesajı: sakitlik və anlayış bugün ən güclü silahındır. Qarşıdakı maneələri sakitcə və müdrikliklə aşmağa çalış. Əqrəb bürcü 28 sentyabr 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərin düşüncələr və daxili dəyişikliklər önə çıxacaq. Səhər saatlarında sənin üçün önəmli olan bir mövzuda qərar vermək lazım gələcək. Səthi yanaşma yerinə hər detalı diqqətlə nəzərdən keçirmək faydalı olacaq. Günün ortalarında yaxın ətrafınla münasibətlərdə səmimiyyət və dürüstlük əsas olacaq. Qarşılıqlı anlaşma üçün açıq olmaq vacibdir. Gizlədilən fikirlər gərginliyə səbəb ola bilər. Duyğularını düzgün ifadə etməyə çalış, bu vəziyyəti yüngülləşdirəcək. Uzun zamandır davam edən və bəlkə də qarışıq olan bir məsələ ilə bağlı aydınlıq gələcək. Bu, sənə yeni bir başlanğıc üçün güc verəcək. İndi keçmişi arxada qoyub irəliləmək vaxtıdır. Axşam saatlarında sakit və rahat bir mühit axtaracaqsan. Özünlə baş-başa qalmaq və düşüncələrini toplamaq sənə yaxşı gələcək. Bugünün mesajı: dərinliyə baxmaqdan qorxma. Hər şeyin həlli səbir və dürüstlükdən keçir. İçindəki gücü kəşf et və ona güvən. Oxatan bürcü 28 sentyabr 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün yeni imkanlar və təcrübələr günüdür.
Səhər saatlarında qarşına çıxan fürsət səni həyəcanlandırsa da, ilk addımı atmazdan əvvəl yaxşıca düşünmək faydalı olacaq. Ani qərarlar yerinə planlı və soyuqqanlı yanaşmaq sənin üçün daha əlverişli olacaq. Günün ortalarında sosial əlaqələr ön plana çıxacaq. Dostlarınla və ya tanışlarınla maraqlı söhbətlər, yeni ideyalar mübadiləsi baş verə bilər. Bu, səni ruhlandıracaq və yeni fikirlər üçün ilham verəcək. Əvvəllər başladığın bir layihə və ya fəaliyyət bugün irəliləyə bilər. Kiçik bir addım belə böyük nəticələrə aparacaq. Özünə inam və istək motivasiyanı artıracaq. Axşam saatlarında sakitlik və rahatlıq axtaracaqsan. Sevdiyin bir kitabı oxumaq, musiqi dinləmək və ya yaxınlarınla vaxt keçirmək günün yorğunluğunu atmaq üçün yaxşı olacaq. Bu günün mesajı, yeniliklərdən qorxma, amma hər addımı düşünərək at. Açıq fikirli olmaq sənə yeni qapılar açacaq.